Hovuz, farel, ördəklər. Dövlət kanalı Namangan vilayətindəki kənddən reportaj hazırlayıb. Amma çəkilişdən sonra hər şey yoxa çıxıb. Reportaj Xocaqurğançı kəndində keçirilən seminar haqqında olub. Kənd sakinlərinə balıq yetişdirməyin, ördək saxlamağın qazancı haqqında danışılıb. Seminar ev təsərrüfatlarının inkişafı dövlət proqramı çərçivəsində baş tutub. Seminarı keçirənlər sakinləri inandırmağa çalışıblar ki, balıq yetişdirmək onlara ildə 50-60 milyon son, 3-5 min dollar pul qazandıra bilər. Yerli sakinlər danışırlar ki, onların kəndində 2 kasıb ailə seçilib və həyətlərində hovuz qurulub. Hovuzlara balıq buraxılıb. Üstəlik həmin ailələrə həm ördək verilib, həm də yumurtaları. Ertəsi gün isə hovuz sökülüb. Balıq və ördəklərin hamısı geri alınıb. Bu cür saxta şoular Orta Asiya respublikalarındakı məmurlar üçün çox səciyyəvidir. 2016-cı ildə Bişkekdə MDB dövlət başçılarının samit tərəfəsində qurumuş ağacları yaşıl boya ilə rəngləyiblər. Amma yalnız yoldan görünən tərəfdən. Evləri isə pəncərə qarışıq rəngləyiblər. 2020-ci ildə Tacik televiziyaları Prezident Emomali Rəhmonun 100 nəfərin işlədiyi tikiş fabriki açdığını göstəriblər. Prezident gedəndən sonra bütün tikiş maşınları yoxa çıxıb, işçiləri isə evə göndəriblər.